ailə qurandan bir 6-7 ay sonra nə oldu? Bir xəbər yoxdur. Yəni zamanında uşağı olsun, sonsuzluğu olmasın deyə nələrə diqqət etməlidir? Ümumiyyətlə yeniyetmə qızların şükür Allaha artıq biz o periodu keçmişik, indi gəlir, amma bir zamanlar nə işi var ginekoloq yanında? Amma bugün valideynlər gətirirlər də, yoxladırlar da. Analar nəyə diqqət etməlidirlər? Yeniyetmə qızları yanınıza gətirərkən hansı prosedurlardan keçirsiniz və əsas problemlər nələrdir? Baxın, ən əsas menarxiyan ki, ilk menstruasiya, ilk ay başı qız uşaqlarında 10 yaşdan başlamalıdır. Bəzi millətlərdə 9 yaş yarımdan da başlaya bilər. Normalda necə hesablanır? Yəni ki, ay başı 15 yaşa qədər başa çatmalıdır. Amma bir şərt ilə ki, 13 yaşa qədər süd vəzinin inkişafı başa çatmalıdır. Yəni ki, bu mənim şəxsi fikrim deyil. Bu məlumatlar ACOG, yəni ki, Amerikan Mama Ginekoloji Kollecinin rəsmi klinik tövsiyələrdən əsaslanır. Yəni ki, valideynlərə nə diqqət etmək lazımdır? Əgər 10 yaşa qədər qız uşaqların aybaşı başlayırsa, bu normal şəkil deyil. Burada mütləqi şəkildə ya uşaq ginekoloqa, ya da uşaq endokrinoloqa müraciət etmək lazımdır. Və bir də şey demək istəyirəm ki, biz niyə bunu vurğuluyuruq? Çünki əgər 10 yaşdan tez aybaşı başlayırsa, biz burada erkən cinsi inkişafdan deyirik. Və burada nə demək istəyirəm? Aybaşı başlayanda 10 yaşdan tez qız uşaqların boy artması azalır. Maks ilk ay başdan sonra boy artması 5-7 sm olur. Yəni ki, bu çox biz üçün vacibdir. Yəni ki, biri var qız uşaq 10 yaşda... Məsələn, mən bunu bilmirdim. Əgər qız uşağı 10 yaşdan tez aybaşı başlayıbsa, bunun boyu 140-dırsa, bu bunun üçün gələcək ki, yaxşı deyil. Bəli. Siz, məsələn, əvvəli dediniz, mən indi sonu sual verəcəm, onu gözləyirəm bitirəsiniz ki, hansı yaş həddi bəs gec? Deyiləm. Deməli, sonra normada süd vəzlərinin inkişafı, biz ona telarki deyirik, 8 yaşdan 13 yaşa qədər olmalıdır. 13 yaşa qədər əgər süd vəzləri inkişaf etmirsə, burada da mütləqi şəkildə ya uşaq ginekoloqa, ya da uşaq endokrinoloqa müraciət etmək lazımdır. Əgər 8 yaşdan tez süd vəzləri inkişafa başlayıbsa, yenə bu normal deyil, mütləqi şəkildə doktora müraciət etmək lazımdır. Və əgər 13 yaşa qədər süd vəzləri inkişaf olubsa, onda biz 15 yaşa qədər normal şəkildə aybaşını gözləyirik. Amma əgər 15 yaşa qədər süd vəzləri inkişaf etmirsə, burada da mütləqi şəkildə, 15 yaşa qədər aybaşı olmayıbsa, onda mütləqi şəkildə doktora müraciət etmək lazım. Yəni ki, 1 ay gözləyim, 2 ay gözləyim, yox, elə şey olması deyil. Sizin üçün ideal 12-15 yaş arası hesab edilir? 10-15. 10-15. Amma bir şərtlə ki, 13 yaşa qədər süd vəzləri inkişafı olmalıdır. Yəni ki, valideynlər bilsin, süd vəzləri inkişaf edib, deməli, 1 il yarımdan, 2 ildən sonra aybaşı başlayacaq. Bax, bu normadır. Yenə deyirəm, bu mənim rəsmi şəxsi fikrim deyil. Bəli, bu qəbul olunmuş qızıl qaydadır.